Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlci əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İranda məhbuslar və xarici tələbələr hökumət mitinqinə cəlb olundu. İranın Şərqi Asiyaya ixracatı məhv edildi. İranın Almaniyadakı keçmiş səfirindən açıqlama. Ukrayna qüvvələri Belgorodda irəlilədi. Kiyev Amerikanın verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək. Zelenskidən açıqlama. Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötdü. Martın 27-sində Cenevrədə İran və Böyük Britaniya, Fransa və Almaniya ölkələrinin diplomatları nüvə məsələsi ilə bağlı ekspertlər səviyyəsində texniki və ekspert danışıqları keçiriblər. Dövlət Nazirliyinin sözcüsü İsmail Bəqai də bu danışıqları təsdiqləyib və bildirib ki, bu danışıqların yeni raundu həm sanksiyaların ləğvi, həm də nüvə sahələrində məsələnin müxtəlif aspektlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq məqsədi ilə həyata keçirilib. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamalarına görə Tehran hazırda nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Agentliyin baş direktoru Rafael Grossi isə beynəlxalq ictimaiyyətə İranın nüvə proqramını cilovlamaq üçün çox vaxt qalmadığı barədə xəbərdarlıq edib. Müxtəlif iddialara görə həbsə məhkum edilmiş məzuniyyətdə olan məhbuslar və barələrində cinayət işi açılmış şəxslər hökumətin Qüds günü mitinqlərinə cəlb olunublar. İnsan haqları təşkilatları məhbuslara istinadən məlumat yayaraq bildirib, müvəqqəti sərbəst buraxılan məhbuslara çağırış məktubu göndərilərək onlardan yaşayış yerlərinə yaxın polis bölmələrinə getmələri, təlimatlara əsasən İsrailə qarşı keçirilən aksiyalarda iştirak etmələri tələb olunub. Qeyd edək ki, martın 28-də keçirilən mitinqdə izdiham yaratmaq üçün hökumət işçiləri, tələbə və məktəblilər, ölkədə dini təhsil alan xarici tələbələr də aksiyaya cəlb olunub. Xüsusən Qum və Tehranda dini təhsil alan xarici tələbələr də mitinqə aparılıb. İranın Almaniya, Yaponiya və Braziliyadakı keçmiş səfiri deyir ki, Amerika sanksiyaları nəinki İranın Avropa ilə iqtisadi əlaqələrini ciddi şəkildə məhdudlaşdırıb, həm də Şərqi Asiya ilə ticarət əlaqələrini demək olar ki, durğunluğa gətirib çıxarıb. Əli Məcidi bildirib. Hazırda Çin və bəlkə də ixracımızın çox məhdud olduğu bir neçə ölkə istisna olmaqla Şərqi Asiya bizimlə ümumiyyətlə işləmir. Diplomatın sözlərinə görə Yaponiya, Cənubi Koreya və son zamanlar dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan kimi inkişaf etmiş ölkələr İranla ticarət əlaqələrini minimuma endiriblər. Məcidi Ticarət Palatasının üzvləri ilə keçirdiyi son görüşlərə toxunaraq xüsusilə Yaponiya ilə iqtisadi və hətta siyasi əlaqələrin də dayandırıldığını söyləyib. O əlavə edib ki, əvvəllər İranın neft ixracının 4/3 hissəsi Şərqi Asiyanın payına düşürdü. Bloomberg agentliyi 17 milyon barel İran xam nefti daşıyan ondan çox tankerin Malazya sahillərində qapalı vəziyyətdə qaldığını və hələ də müştərilərinin olmadığını bildirdi. Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Lübnan Hizbullah hərəkatı ilə əlaqəli 5 fiziki və 3 qurumu sanksiyalar siyahısına əlavə edib. Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Hizbullahın maliyyə komandanlığını dəstəkləyən Lübnanda yerləşən sanksiyalardan yayınma şəbəkəsində iştirak edən 5 fiziki şəxs və 3 əlaqəli qurumu təyin edib. Sanksiyaya məruz qalan şəxslərin hamısı Lübnan vətəndaşlarıdır və bütün şirkətlər bu ölkədə yerləşir. Qeyd edilir ki, bu tədbirlər Amerikanın bu ilin əvvəlində qəbul etdiyi İrana maksimum təzyiq siyasətinə uyğundur. Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə daxil olub. Ukrayna mediası xəbər verir ki, Ukrayna qüvvələri Rusiyanın Belqrad vilayətinə 3-4 kilometr irəliləyərək Rus qoşunları ilə döyüşə başlayıb. Blackbird qrupunun hərbi eksperti Emil Kastehelmi Reuters agentliyinə bildirib ki, onların böyük irəliləyiş əldə etmə imkanlarının çətin olmasına baxmayaraq, Ukrayna qoşunları Rusiyanın birinci müdafiə xəttinə keçiblər. Belgorod vilayəti Rusiya tərəfindən müntəzəm olaraq Ukrayna ərazisində zərbələr endirmək üçün istifadə olunur. Eyni zamanda Belgorod vilayətinin hakimiyyət orqanları Ukraynaya geniş miqyaslı müharibə boyu regiona və Belgorod şəhərinə qarşı hücumlar təşkil etməkdə dəfələrlə ittiham edib. Prezident Vladimir Zelenski təfərrüatları açıqlamasa da Ukrayna qüvvələrinin Rusiya daxilində Kurskdan kənarda müəyyən addımlar atdığı təsdiqləyib. O, əməliyyatı Ukraynanın mövqelərini təhdid edən Rusiya qüvvələrinin toplanmasını azaltmaq cəhdi kimi qiymətləndirib. Rusiyalı hərbi blogerlərin hesabatlarında xüsusilə Popovka və Demidovka qəsəbələrində şiddətli döyüşlərin davam etdiyi bildirilib. Kiyev Amerikanın verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə Ukrayna Amerikadan əvvəlki çərçivə sənədindən tamamilə fərqli olan kritik faydalı qazıntılar üzrə yeni saziş layihəsi alıb. Hərbi yardıma gələndə isə o bildirib: "Biz dəstəyə görə minnətdarıq, lakin bu kredit deyil və biz buna icazə verməyəcəyik." Bundan əvvəl Evropeyskaya Pravda nəşri məlumat verib ki, Ukrayna və Amerika arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Onun məbləği 120 milyard dolları keçə bilər. Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd olunub ki, Myanma hərbi xustasının lideri baş general Min Aung Hlaing Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2376 nəfərin yaralandığı bildirilib. Qeyd edək ki, martın 28-də qeydə alınan öncə 7.7, 12 dəqiqə sonra 7.9 magnitudalı zəlzələ demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub. Eyni zamanda Sagaing və Mandala şəhərləri birləşdirən körpünün bir hissəsi uçub. Sonda əsas xəbər başlıqlarına bir daha nəzər salaq. İranda məhbuslar və xarici tələbələr hökumət mitinqinə cəlb olundu. İranın Şərqi Asiyaya ixracatı məhv edildi. İranın Almaniyadakı keçmiş səfirindən açıqlama. Ukrayna qüvvələri Belgorodda irəlilədi. Kiyev Amerikanın verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək. Zelenskidən açıqlama. Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötdü. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.